26-cı suala baxaq. Deyir ki, uzunluğu 15 sm olan parçanın ucları iki paralel müstəvi üzərindədir. Müstəvilər arasındakı məsafə 9 sm olarsa, parçanın müstəvilər üzərindəki proyeksiyasını hesablayın. Deməli, iki paralel müstəvi çəkək əvvəlcə. İndi deyir ki, uzunluğu 15 sm olan parçanın ucları iki paralel müstəvi üzərindədir. Məsəl üçün, götürək bir dənə parça. Tutaq ki, A, B parçası. Və bu parçanın uzunluğu 15 sm-dir. Həqiqətən də uc nöqtələri iki paralel müstəvi üzərində oldu. İndi deyir ki, bu müstəvilər arasındakı məsafə 9 sm-dir. Yəni, baxın, bu B nöqtəsindən mən ikinci müstəviyə bir hündürlük endirsəm, bu hündürlük 9 sm-dir. Burada deyək bir C nöqtəsi. A ilə də C-ni birləşdirsək, əslində nə almış oluruq? Düz bucaqlı üç bucaq alarıq, elə deyilmi? Pifagoru tətbiq edib AC məsafəsini tapa bilərik. Deyirəm ki, AC də bərabərdir. Kök altında 15-in kvadratı 225, çıxılsın 9-un kvadratı 81. Bu da kök altında 144-dən nəyi verər? 12-ni verər. Deməli, AC məsafəsi 12-yə bərabərdir. Bizdən də bu mailin, daha doğrusu bu parçanın müstəvilər üzərindəki proyeksiyasını istəyir. Zaten proyeksiya kölgə idi, elə deyilmi? Yəni, AB-nin proyeksiyası AC idi. Müstəvilər üzərindəki proyeksiyalarının uzunluqları da eyni olmalıdır. Yəni, məsəl üçün, bu AB düz xəttinin altdakı müstəviyə proyeksiyası AC-dir, 12 cm-dir və yaxud üstdəki müstəviyə nəzərən proyeksiyası da yenə 12 cm olacaq. Yəni, bu proyeksiyalar eynidir. Bu da 12 cm. Cavab olacaq C variantı. 27 nömrəli sualda nə deyir? İki paralel müstəvi arasındakı məsafə 16 cm, uzunluğu 20 cm olan parça və bu parçanın ucları müstəvilər üzərindədir. Parçanın müstəvilər üzərindəki proyeksiyasını hesablayın. Yenə eyni sualdır. İki paralel müstəvi götürək. Ucları bu müstəvilər üzərində olan bir parça götürək. Parçanın uzunluğu, tutaq ki, AB parçası olsun. AB parçasının uzunluğu 20 cm-dir. Və iki müstəvi arasındakı məsafə 16-dır. Yəni, hündürlük çəksək, iki müstəvi arasında bu uzunluq 16-dır. Burada bir C deyək. A və C nöqtəsini birləşdirsək, nə alarıq? Düz bucaqlı üç bucaq alarıq. O zaman Pifagoru tətbiq etsək, AC-nin kvadratı bərabərdir. Nəyə? 20-nin kvadratı 400, çıxılsın 16-nın kvadratı 256. Bu da verəcək bizə 144. Buradan da AC bərabərdir 12 cm. Cavab olar D variantı. Mən burada, məsəl üçün, misalların şəklini çəkdikcə, çalışın siz də eyni ilə dəftərdə çəkməyə çalışın ki, əliniz öyrəşsin. Misalların şəklini çəkib həll etməyə. Daha sonra baxaq 28 nömrəli sualı. Deyir ki, fəzanın bir nöqtəsindən müstəviyə 5 cm və 7 cm uzunluğunda 2 mail çəkilib. Birinci mailin müstəvi üzərindəki proyeksiyası 4 olarsa, ikinci mailin müstəvi üzərindəki proyeksiyasını hesablayın. Tutaq ki, götürdük bir dənə müstəvi. Fəzanın bir nöqtəsindən, tutaq ki, götürürəm bir A nöqtəsi. A nöqtəsindən 2 dənə mail çəkirəm. Bu olsun birinci mail, bu da olsun ikinci mail. İndi birincinin uzunluğu 5 cm-dir, ikincinin uzunluğu 7 cm-dir. İndi birinci mailin müstəvi üzərindəki proyeksiyası. İndi mən proyeksiyanı çəkməliyəmsə, əvvəlcə bu nöqtədən müstəviyə bir hündürlük endirməliyəm. Yəni, hündürlük olmadan biz proyeksiyanı çəkə bilmərik. İndi endirdim bir dənə hündürlük. O zaman proyeksiyanı da çəkirəm. Tutaq ki, B nöqtəsi, bu olsun K nöqtəsi, bu olsun C nöqtəsi. İndi AB-nin proyeksiyası BK-dır, AC-nin proyeksiyası isə KC-dir. İndi bizə də deyir ki, birincinin müstəvi üzərindəki proyeksiyası 4 cm-dir. Yəni, BK məsafəsi 4 cm-dir.
Aslında burada düz bucaqlı 3 bucaq var, elə deyilmi? O zaman Pifagoru tətbiq etsəm, hipotenuzu 5, katet 4, o zaman digər katet 3 olar. Bizdən də ikinci mailin proyeksiyasını istəyir, yəni KS məsafəsini istəyir. KS məsafəsi nəyə bərabərdir? Kök altında AS-nin kvadratı çıx AK-nın kvadratı, yəni 7-nin kvadratı 49 çıxılsın. AK 3-dür, elə deyilmi? 3-ün kvadratı da 9-dur. 49-dan 9 çıxsaq aldıq 40. 40 da əslində 4 vur 10 deməkdir. 4-dən də 2 kök xaricinə çıxar. 2 kökdə 10 almış olarıq. Cavabımız olar Y variantı. 28 nömrəli sualda. 29-a baxaq. Deyir ki, müstəvini kəsməyən parçanın ucları müstəvidən 8 və 13 cm məsafədədir və proyeksiyası 12 cm. Olarsa parçanın uzunluğunu hesablayın. Çəkək bir dənə müstəvi. İndi müstəvini kəsməyən parça deyirsə, tutaq ki, müstəvini kəsməyən bir AB parçası çəkdim. İndi bu parçanın ucları müstəvidən 8 və 13 cm məsafədədir. Tutaq ki, A-dan bu müstəviyə qədərki məsafə. Yazaq AA1. B-dən bu müstəviyə qədərki məsafə deyirsə, B-dən bir hündürlük endirdim. Kəşfi nöqtəsini də B1 ilə işarə etdim. İndi uclar bu müstəvidən 8 və 13 cm məsafədədir. AA1 8, BB1 13 cm olsun. İndi bu düz xəttin, bu parçanın proyeksiyası 12-dir deyir. İndi bu AB-nin proyeksiyası bax belə düşəcək, elə deyilmi? A1 B1 parçası olacaq. Gəlin birləşdirək A1 B1 parçasını. İndi proyeksiya neçədir deyir bizə? 12 cm. Və parçanın uzunluğunu istəyir. Əslində biz burada nə almış olduq? Bir düz bucaqlı trapesiya almış olduq. Çünki AA1 və BB1 nə olacaq? Bir-birinə paralel olacaq. Çünki eyni düz xəttdə perpendikulyar olan düz xəttlər bir-birinə paraleldir. İndi mən nə edirəm həll etmək üçün? Baxın, A nöqtəsindən endirirəm bir hündürlük B1-ə. O zaman burada bir düz bucaqlı alırıq. Elə deyilmi? AA1 8-dirsə, o zaman bu məsafədə nə olmalıdır? 8 olmalıdır. Bura bir K deyək. Məsələn, KB də 8-dir. İndi BB1 ümumilikdə 13 idisə, bu hissəyə gəlib 8 düşdüsə, 13-dən 8 çıxsam nə alaram? 5. Deməli, BK məsafəsi 5-dir. Axı biz dedik, burada nə əmələ gəldi? Bir düz bucaqlı əmələ gəldi. O zaman qarşı tərəflərin uzunluqları nə olmalıdır? Eyni olmalıdır. Əgər ki, A1, B1 12-dirsə, o zaman AK məsafəsi də olmalıdır 12. Artıq burada nə almış olduq? Bir düz bucaqlı 3 bucaq aldıq. AB-ni tapmaq üçün Pifagoru tətbiq edə bilərik. O zaman AB-nin kvadratı bərabərdir. Kök altında 12-nin kvadratı 144. Daha doğrusu da kvadrat yazmarıq burada. Kök altında 144 üstə gəl 5-in kvadratı da 25'dir. Kökdə 144 topla 25, kökdə 169, kökdə 169-dan da 13 çıxacaq. Deməli 29-cu sualda cavabımız olacaq 13 cm. Baxaq 30 nömrəli suala. Nə deyir? Mailin proyeksiyası mailin özündən 3 dəfə kiçikdir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağın tangensi nə olar? Çəkək bir dənə müstəvi. İndi mail deyirsə, gəlin bir dənə də mail çəkək. Tutaq ki, burada AB olsun mail. İndi proyeksiya deyirsə, deməli mən hündürlük endirməliyəm. Bir AC hündürlüyü endirdim, B və C-ni birləşdirdim. İndi şərtdə nə deyir? Mailin proyeksiyası mailin özündən 3 dəfə kiçikdir. İndi mailə mən X desəm, proyeksiya ondan 3 dəfə kiçikdirsə, o zaman BC proyeksiyadırsa, X bölünsün 3-ə bərabər olacaq. Bizdən də istəyir mailin müstəvi ilə əmələ gətirdiyi bucağın tangensi. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağın tangensi.
Mailin müstəvi ilə əmələ gətirdiyi bucaq, bax bu bucaqdır, elə deyilmi? İndi biz də bilirik ki, tangens qarşı katetin bitişik katet olan nisbətidir. Gəlin burada x bölü 3 yazmayaq. Proyeksiyaya bir x deyək. Hipotenuzu da 3 mislin deyək. Fərqi nədir ki, x bölü 3 deyək və yaxud x 3x deyək. Yenə də mail proyeksiyadan 3 dəfə böyük olsun və yaxud proyeksiya maildən 3 dəfə kiçik olsun. Belə yazdıq ki, Pifagorla AC-ni tapanda daha rahat bir cavab alınsın. İndi AC-ni tapa bilərikmi Pifagoru tətbiq edərək? AC bərabərdir kök altında hipotenuzun kvadratı eləyəcək 9x kvadrat. BC-nin uzunluğu x-dırsa, x-in kvadrat olacaq 9x kvadrat çıx x kvadrat olacaq 8x kvadrat. Bu da bizə nəyi verəcək? 2 kök 2x-i verəcək. Bizdən də tangens alfanı istəyir. Tangens də dedik ki, qarşının bitişiyə nisbətinə bərabərdir. O zaman deyirik ki, tangens alfa nəyə bərabərdir? 2 kök 2x, yəni AC bölü BC. BC də x-dir zaten. Buradan x-lar ixtisar gedər, yerdə qalar 2 kök 2. Deməli, 30-cu sualda cavabımız olacaq D variantı. Daha sonra baxaq 31 nömrəli suala. Deyir ki, aşağıdakilərdən hansı ikiyüzlü bucağın xətti bucağı ola bilməz? Biz demişik ki, ikiyüzlü bucağın xətti bucağı 0 dərəcə ilə 180 dərəcə aralığında qiymət ala bilər. Məsəl üçün, biz dedik ki, iki kəsişən düz xət arasındakı bucaq olacaq 0-90 aralığı. İki kəsişən müstəvi arasındakı bucaq 0-90 aralığı. Amma ikiyüzlü bucaqda 0-dan 180 aralığı. Yəni 180-i aşmamalıdır. O zaman D, B, Y, C getdi. Bir dənə qaldı. Hansı variant əlimizdə? Daha doğrusu A variantı. Daha sonra baxaq 32 nömrəli suala. Deyir ki, xətti bucağı 90 dərəcə olan ikiyüzlü bucağın daxilində götürülmüş nöqtə hər ikiyüzdən 6 cm məsafədədir. Bu nöqtədən tilə qədər olan məsafəni tapın. İndi xətti bucağı 90 dərəcə olan ikiyüzlü bucaq. Deməli, 90 dərəcə əmələ gətirən ikiyüzlü bir bucaq çəkdik. İndi ikiyüzlü bucağın daxilində götürülmüş nöqtədən hər ikiyüzdən məsafəsi 6 cm-dir. Məsələn, bir A nöqtəsi götürdüm. Bax, bir müstəviyə qədərki məsafədə 6-dır, digər müstəviyə qədərki məsafədə 6-dır. Məsafə deyirsə, təbii ki, hündürlüyü çəkməliyik. İndi 90 dərəcə avtomatik burada gəldi, düşdü 90 dərəcə. Burada deyək 1B, burada deyək 1C. Əslində burada bir kvadrat əmələ gəlmiş oldu, elə deyilmi? Çünki AB AC-yə bərabərdir. Eyni zamanda bütün bucaqlarda 90 dərəcədir. Bizdən də bu nöqtədən tilə qədər ki, məsafəni istəyir. Bax, bu məsafəni istəyir. Əgər ki, AC 6-dırsa, o zaman BK da 6 cm olar. Zaten kvadrat idisə, AK diagonaldır, elə deyilmi? Diagonal da nəyə bərabərdir? Tərəfin kök 2-mizdir. Yəni, cavab olacaq 6 kök 2. Yəni, D variantı. İkiyüzlü bucağı biz görmək asan olsun deyə belə çəkdik. Əslində, ikiyüzlü bucağı belə də çəkə bilərdik. Əslində, bunu digər videoda göstərmişdim. Yəni də burada göstərə bilərik. Məsəl üçün 90 dərəcə əmələ gətirən. Bu şəkildə də göstərə bilərik. Məsələn, burada da baxın, bir A nöqtəsi götürdük. Bu müstəviyə qədərki məsafədə 6-dır. Bu müstəviyə qədərki məsafədə 6-dır.
Bunu birləşdirdik, bunu da birləşdirdik. Düz bucaqlı, daha doğrusu kvadrat əmələ gəldi. Burada 6-dır, burada 6-dır. Baxın, bu məsafəni də birləşdirsək, 6 kök 2 düşəcək. Yəni, bayaq yazdığım variantda da göstərə bilərik. Bu cür də çəkib göstərə bilərik. Hansı ki, ətraflı yazılı bir sual düşsə, yəni həll tələb olunsa, bu çəkdiyim ikinci formada, indi yazdığım formada yazmaq daha yaxşıdır. Amma digər formada da yenə görmək olur. Daha asandır, yəni qapalı sualı olsa. 33-cü sualda nə deyir? Xətti bucağı 60 dərəcə olan ikiyüzlü bucağın daxilində götürülmüş nöqtə hər iki üzdən 12 cm məsafədədir. Bu nöqtədən tilə qədər olan məsafəni hesablayın deyir bizə. Deməli, xətti bucağı 60 dərəcə olan ikiyüzlü bucaq deyir. Deməli, bu xətti bucaq neçə dərəcədir? 60 dərəcədir. İndi bir ixtiyari A nöqtəsi götürürəm. A nöqtəsindən hər iki üzə qədər ki məsafə 12 cm, 12 cm. İndi bizdən tilə qədər olan məsafəni istəyir. Yəni, baxın, bu məsafəni istəyir. Bura bir K desəm, AK məsafəsini istəyir. İndi baxın, bu nöqtələri birləşdirirəm. İndi, burada əslində 2 dənə düz bucaqlı 3 bucaq əmələ gələcək. Elə deyilmi? Bura bir B deyək, burada bir C deyək. ABK və AK sayı 3 bucaqları. Bu 3 bucaqlar əslində bir-birinə bərabərdir. Nəyə görə? Zaten hər ikisində 90 dərəcə var. Hər ikisinin bir tərəfi 12 cm-dir və hər ikisində hipotenuz ortaqdır. Yəni AK hər ikisi üçün ortaq hipotenuzdur. Deməli, bu 3 bucaqlar oxşardır. Və bu ikiyüzlü bucaq 60 dərəcədir. O zaman, baxın, burada bir bucaq var, ha. Bu bucaq 60-dırsa, təbii ki, bu bucaq da 60 dərəcə olmalıdır. İndi, ABK ilə AKS oxşar 3 bucaqdırsa, burada əmələ gələn 2 dənə bucaq var, ha. Bu bucaqlarda nə olmalıdır? Eyni olmalıdır. İndi total 60-dırsa, 30-30 bölünməlidir 2 hissəyə. Və mən nəyə baxıram? 30-un qarşısı nədir? 12. O zaman 90-ın qarşısı nə olmalıdır? Onun 2 misli. Cavabımız olacaq, ona görə 33-də Y variantı. 34-cü suala baxaq. Deyir ki, ikiyüzlü bucağın bir üzündə götürülmüş nöqtədən tilinə qədərki məsafə 5 cm, o birisi üzə qədərki məsafə 2,5 cm-dir. İkiyüzlü bucağı hesablayın. İkiyüzlü bucağı tapın deyir bizə. İndi ikiyüzlü bucağın dərəcə ölçüsünü istəyir, elə deyilmi bizdən? Gəlin, belə çəkək. İndi ikiyüzlü bucağın bir üzündə götürülmüş nöqtə. Baxın, artıq bu sual digər yazdığımız suallardan biraz daha fərqlənir. Çünki deyir ki, ikiyüzlü bucağın bir üzündə götürülmüş nöqtə. İndi tutaq ki, baxın, mən bu müstəvi üzərində bir A nöqtəsi götürdüm. İndi bu A nöqtəsindən tilə qədərki məsafə 5 cm-dir. Tilə qədərki məsafə deyirsə, bu tilə indirdim bir hündürlük. Bu məsafə 5 cm-dir. Və deyir ki, o biri üzə qədərki məsafə 2,5-dir. Yəni, bu A nöqtəsindən, baxın, digər tilə qədər bir hündürlük indirdim. Bu hündürlükdə 2,5-dir deyir. Daha sonra nə edirəm? Baxın, bu iki hissəni birləşdirirəm. Əslində, burada bir alfa bucağı əmələ gəlir. Elə deyilmi? Baxın, bu bucaq 90 dərəcədir. Çünki A nöqtəsindən mən digər müstəviyə qədərki məsafəni tapıram. Deməli, A nöqtəsindən digər müstəviyə hündürlük endirirəm. İndi 90 dərəcə var.
90'ın qarşısı 5'dir. Bu alfanın qarşısı da 2/5'dir. O zaman mən sinüs alfanı tapsam burada nəyə bərabər olar? Qarşı katet bölünsün hipotenusu. Yəni 2/5 bölünsün 5. Bu da nəyi verəcək? 2'də 1'i. Sinus da 2'də 1'i 30 dərəcədə alır. Deməli 34-cü sualda cavabımız olacaq A variantı. Daha sonra baxaq 35 nömrəli suala. İkiyüzlü bucağın bir üzündə götürülmüş nöqtənin tildən olan məsafəsi o birisi üzdən olan məsafəsindən 2 dəfə artıq olarsa, bu ikiyüzlü bucağın qiyməti neçə dərəcədir? Gəlin əvvəlcə çəkək bir dənə ikiyüzlü bucaq. Nə deyir? İkiyüzlü bucağın bir üzündə götürülmüş nöqtənin. Gəlin biraz daha bunu maili çəkək. Daha rahat olsun. Aha. İndi ikiyüzlü bucağın bir üzündə götürülmüş nöqtə. Tutaq ki deyirəm, burada bir A nöqtəsi götürdük. Tildən olan məsafəsi o biri üzdən olan məsafəsindən 2 dəfə artıqdır. İndi tilə qədər bir məsafə deyirsə, tilə indirdim bir hündürlük. Bir də bu A nöqtəsindən digər müstəviyə qədər ki məsafə deyir. Məsafə deyirsə, bax mən bura nə indirirəm? Bir dənə hündürlüyə indirirəm. A nöqtəsindən digər müstəviyə. Baxın bu iki hissəni də nə edirəm? Birləşdirirəm. Artıq bu bucaq neçə dərəcədir? 90 dərəcədir. Burada bir alfa bucağı əmələ gəldi, elə deyil. Və bizə də deyir ki, tildən olan məsafəsi o birisi üzdən olan məsafəsindən 2 dəfə artıqdır. Yəni mən bura x desəm, bura ondan 2 dəfə çoxdur. Yəni 2x olacaq. Və mən nəyə baxıram? 90'ın qarşısı 2x-dir. Alfanın qarşısı x-dir. Baxın, bura bir alfa demişəm. Çünki burada nə əmələ gəlib? Bir düz bucaqlı 3 bucaq əmələ gəlib. Bura 2x-dir, bura x-dir. Burada alfadır. Sinüs alfanı da hesablasaq, qarşı katetin hipotenuza, yəni x-in 2x-a nisbətindən aldıq 2'də 1. Sinus da 2'də 1'i 30 dərəcədə alar. Cavabımız olacaq B variantı. 35-ci sualda. Daha sonra baxaq 36-cı suala. İkiyüzlü bucağın daxilində götürülmüş nöqtədən üzlərə qədərki məsafə 5 və tilinə qədərki məsafə 10'dur. İkiyüzlü bucağın xətti bucağını tapın. Aha, götürək, tutaq ki ikiyüzlü bucaq olsun. İkiyüzlü bucağın daxilində götürülmüş nöqtədən üzlərə qədərki məsafə 5 cm-dir. Tutaq ki bir A nöqtəsi götürdük. Bu A nöqtəsindən üzlərə qədərki məsafə deyirsə, üzlərə indirdiyi perpendikulyarlar 5 cm, bu olsun 5 cm. Və tilinə qədərki məsafə 10 cm-dir deyir. Tilə qədərki məsafə bu məsafədir, elə deyilmi? Yazdıq bura 10 cm. Bura olsun B nöqtəsi, bura olsun C nöqtəsi, burada olsun K nöqtəsi. İndi əslində biz burada çərpələng formalı bir fiqur almış olduq, elə deyil. Və yaxud belə deyək, ABK üçbucağı ilə ASK üçbucağı nədir? Bir-birinə oxşardır, bir-birinə bərabərdir. O zaman, baxın, burada əmələ gəlmiş bucaqlar da nə olacaq? Bir-birinə bərabər olmalıdır. İndi, burada düz bucaqlı 3 bucaq əmələ gəlibsə, sinus alfadan mən alfa bucağını tapa bilərəm. Elə deyilmi? Sinus alfa nəyə bərabər olar? Qarşı katetin hipotenusa, yəni 5'in 10'a nisbəti alarıq 2'də 1. Bilirik ki, sinus da 2'də 1'i 30 dərəcədə alır. İndi bax,
alfa 30 dərəcədirsə, burada əmələ gələn bucaq 2 alfadır axı. 2 alfa 60 dərəcə olar. Yəni bu bucaqla bu bucaq nədir? Bir-birinə bərabərdir. O zaman ikiyüzlü bucağımız 2 alfadan neçəyə bərabər olmalıdır? 60 dərəcəyə bərabər olmalıdır. Ona görə cavabımız olacaq 36-cı sualda C variantı. Daha sonra baxaq 37-ci suala. Deyir ki, AH perpendikulyarının A nöqtəsindən AB bərabərdir 2, AC bərabərdir 3 cm uzunluğunda 2 mail çəkilmişdir. AB maili alfa müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Sinus bettanı hesablayın. İndi burada düz bucaqlı 3 bucaq var, elə deyil. 90'ın qarşısı nədir? 2 cm. O zaman 30'un qarşısı hipotenuzun yarısından olacaq 1 cm. Bizdən də sinus bettanı istəyir. Zaten baxıram. Burada da bir nə əmələ gəlib? Düz bucaqlı 3 bucaq əmələ gəlib. Sinus bettanı da hesablasaq, sinus qarşının hipotenuza, bettanın qarşısı 1'dir, hipotenuz da 3'dür. Deməli, bu nisbət nə olmalıdır? 1 bölünsün 3'dən C variantı. 37-ci sualda. Baxaq 38-ə. Deyir ki, şəkildə ABCD kvadratdır. BM ABCD müstəvisinə perpendikulyardır. AB 2 kök 6, BM 1 cm olarsa, MD'ni hesablayın. İndi AB məsafəsi 2 kökdə 6'dır. Və bizdən MD məsafəsini istəyir. MB məsafəsi də nəyə bərabərdir? 1 cm. İndi MD məsafəsini necə hesablaya bilərik? Baxın, burada B və D nöqtələrini birləşdiririk. Birləşdirsək, burada nə alarıq? Düz bucaqlı 3 bucaq alarıq, elə deyil. Çünki zaten MB BD'ye perpendikulyar olmuş olacaq. Və BD həmin kvadratın diagonalıdır, elə deyil. Kvadratın diagonalının uzunluq düsturu nədir? Tərəfin kök 2 misli. O zaman buradan BD bərabər olacaq 2 kök 6 vurulsun kök 2. Bu da 2 kökdə 12'ni verər. 2 kökdə 12 də 2 vur 2 kök 3 deməkdir. Bu da bərabərdir 4 kök 3'ə. BD 4 kök 3 oldu. Deməli, katetlərimiz artıq məlumdur, elə deyilmi? 3 bucaq MB D üçün. O zaman MD məsafəsinə bərabərdir. Pifagoru tətbiq etsək, 1'in kvadratı 1, 4 kök 3'ün kvadratı da 16 vur 3'dən 48. 48'in üstünə də 1 gəlsək, nə etməlidir? 49. Kökdə 49'dan da nə çıxacaq? 7 cm. Deməli, MD məsafəsi 7 cm-ə bərabər imiş. Cavab olacaq A variantı. 39-cu sual. Deyir ki, dairənin mərkəzindən uzunluğu 12 cm olan perpendikulyar qaldırılmışdır. Dairənin sahəsi 25 pi santimetrin kvadratıdır. Çəkək bir dairə. Dairənin mərkəzindən uzunluğu 12 cm olan bir perpendikulyar qaldırılmışdır. Perpendikulyarın uç nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafəni tapın deyir. Çevrənin nöqtələri bax bu hissədə, yəni bu hissədəki nöqtələrdir. Bir A nöqtəsi deyək, O nöqtəsi deyək, burada bir B nöqtəsi deyək. İndi dairənin sahəsini verir bizə. Dairənin sahə düsturu nə idi? Pi R kvadrat. Deyərik ki, pi R kvadratı 25 pi'dir. Pi'lər ixtisar gedər. R kvadratı 25'dirsə, R nəyə bərabərdir? R 5'ə bərabərdir. İndi bax, burada B və O nöqtəsini mən birləşdirirəm. Zaten BO radius deyilmi? Radiusdur. Radiusdursa, elə tapdıq da radiusu. Gətirib yazarıq BO-ya 5 cm. Axı biz O nöqtəsindən OA perpendikulyarı qaldırmışdıq. O zaman bura 90 dərəcədir, elə deyil. Nəhayət aldıq mı burada? Bir düz bucaqlı 3 bucaq aldıq.
Pifagoru tətbiq etsək AB-ni tapa bilərik. AB də nəyə bərabərdir? Kökdə 144 üstə gəl. 25 kökdə 169 nəyi verər? 13 santimetri. Cavabımız olacaq B variantı. Daha sonra 40 nömrəli suala baxaq. Deyir ki, şəkildə MNDK kvadratdır. BD 3 santimetr. Həmçinin BD MNDK müstəvisinə perpendikulyardır, 3 santimetrdir. Daha sonra MD məsafəsi 4 kök 2'dir. 4 kök 2'dir. Və bizdən BK məsafəsini istəyir. İndi MNDK kvadratdırsa, MD də bu kvadratın diagonalıdır. Kvadratın diagonal düsturu nə idi? A kök 2, yəni tərəfin kök 2'mizdir. İndi diagonal 4 kök 2'dirsə, deməli tərəflərimiz 4 santimetrdir. Və bizdən də BK məsafəsini istəyir. Axı BD perpendikulyar oldu MNDK müstəvisinə. Burada bir düz bucaqlı 3 bucaq əmələ gəldi. Katetlər 3 və 4-dürsə, avtomatik BK Pifagor ədədlərindən nəyə bərabər olmalıdır? 5 santimetrə. Cavabımız olacaq 40 nömrəli sualda 5. B variantı.